Xüsusi olarak sizin için hazırladığımız bu detallı müzakireye hoş gelmişsiniz. Yani yeni bilikler keşfetmeyi seven birikimi, bugünkü buraxılışımız tam size göredir. Tamamilə düzdür. Bugün elimizde cəmi bir cümleden ibaret ama bir o kadar da necə deyərlər, absurd ve dikkat çeken bir mənbə var. Mənbədə sadece belə yazılıb. Bu üsulu bilmeden limon sıxmayın. Hə, çox iddialı səslənir. Yani səmimi deyim, mən bütün ömrüm boyu limonu sadece ortadan ikiye bölüp sıxmışam. Belə çıxır ki, mən illərdir mətbəxdə fəlakətə səbəb olabiləcək fundamental bir səhv edirəm. Bax, məsələ də elə budur. Çöldən baxanda cəfəng görünə bilər, amma bu növ cümlələr birbaşa bizim beynimizin təkamül prosesində formalaşmış işləmə mexanizmini hədəf alır. Təkamül mexanizmi deyəndə nəyi nəzərdə tutursunuz? Yəni, limonla bunun nə əlaqəsi var axı? Deməli, söhbət psixologiyada məlumat boşluğu adlanan fenomenindən gedir. Siz əslində limonu necə sıxacağınızı çox yaxşı bilirsiniz. Amma bu cümlə sizə deyir ki, yox, sənin bilmədiyin gizli həyati bir üsul var. Və birdən-birə mən öz bildiklərimdən şübhə etməyə başlayıram. Dəqiq belədir. Neyroelm bizə göstərir ki, beynimiz natamam informasiyanı qətiyyən həzm edə bilmir. Belə bir süni boşluq yaranan kimi beynin dopamin sistemi dərhal işə düşür. Yəni o əskik parçanı tapana qədər sənə daxili bir narahatlıq verir, eləmi? Hə, tam olaraq. Və siz o məlumatı axtarmağa, o linkə klikləməyə məcbur hiss edirsiniz. Deməli, məsələ heç limonun özündə deyil. Bu, sanki bir musiqi parçasında sonuncu akkordu çalmamaq kimidir. Maraqlı yanaşmadır. Yaxud 1000 parçalıq puzzle yığarkən tən ortadakı o yeganə əskik parçaya baxıb qalmaq kimi bir şeydir. Beyin sadəcə olaraq o boşluğa fokuslanır. Çox gözəl müqayisədir, hə. Zehin mənzərəli tamamlamaq üçün səbirsizlənir. Yaxşı, onda gəlin bunu aydınlaşdıraq. Bu cümlə mənə elə gəlir ki, dramatik bir hərəkət filminin ən həyəcanlı anına oxşuyur. Sanki bir bombanı zərərsizləşdirməzdən əvvəl kimsə qulağıma qışqırır ki, bu üsulu bilmədən qırmızı məfdili kəsmə. Düzdür, çox böyük bir süni təcirli hissi yaradırlar. Amma əsas məsələ odur ki, mənbədə bu möcüzəvi üsulun özü haqqında heç bir məlumat yoxdur. Yəni biz sadəcə quru bir xəbərdarlıqla baş-başa qalmışıq. Niyə bizi bu məlumat boşluğuna salıb, sonra da həllini gizlədirlər? Bax, əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, biz informasiya əsrinin ən təməl manipulyasiya mexanizmini görərik. Çatışmayan məlumat hər zaman əlimizdə olandan daha dəyərli və daha sirli görünür. Aha, yəni mənə dərhal desəydilər ki, limonu yuxarıdan kəs, mən heç fikir verməyəcəkdim. Bəli, çox böyük ehtimalla, hə, sadəcə fərqli bucaqdan kəsməkmiş deyib marağınızı itirərdiniz. Amma məlumat gizli qaldıqda, onun dəyəri beynimizdə süni şəkildə artır. Bu sadəcə olaraq diqqətimizə əsir almaq üçündür, elə deyilmi? Bizi daim axtarışda saxlamaq üçün yaradılmış bir illüziya. Elədir. Bu, sizin diqqətinizi cəlb etmək və sizi daim o xəbərdarlıqların asıllığında saxlamaq üçün istifadə olunan çox sadə, amma güclü bir taktikadır. Əsl maraqlı məqam da elə buradadır məncə. Biz adi meişət işlərini belə gizli bir elm kimi təqdim edən bir mühitdə yaşayırıq. Sanki hər şeyin mütləq şəkildə kəşf edilməli olan yeganə doğru yolu var. Və güya biz həmişə o yoldan bir xəbərik, hə? Düzdür və bu əslində insanı hərəkətsizləşdirən bir şeydir. Yəni, o qədər lüzumsuz xəbərdarlıqların altında qalırıq ki, az qala o naməlum üsulu tapana qədər həyatımız boyu bir daha limon sıxmayacağımızı düşünürük. Bu da çox vacib bir sual yaradır əslində. İnformasiya dənizində biz nə vaxt öz təcrübəmizə güvənməliyik, nə vaxtsa bu xəbərdarlıqlara. Hər cəlbediri başlığın arxasında inqilabi bir həqiqət yatmır axı. Əksər hallarda heç nə yatmır. Hə, çox vaxt bu cümlələr sizin məntiqinizi sıradan çıxarıb birbaşa sağ qalma instinktlərinizə xitab edir, yəni təhlükədən qaçmaq və ya hansısa vacib fürsəti əldən verməmək hissinizə. Deməli, o cümlə mənim məlumatlanma ehtiyacımı ödəmir. O sadəcə məzmun yaradıcısının mənim diqqətimə olan ehtiyacını ödəyir. Tam olaraq belədir. Bunu yadda saxlamaq çox vacibdir. Yaxşı, o zaman sizin üçün, yəni bizi dinləyənlər üçün əsas nəticə odur ki, informasiya bolluğu içində bəzən ən sadə işlər belə şişirdilə bilər. Reallıqda isə, yəni o limonu götürüb yeməyinizin üzərinə sıxmaq həmişəki kimi asan və təhlükəsizdir. Dəqiq. Həyatı bu qədər gəlizləşdirməyə ehtiyac yoxdur. Olur ki, növbəti dəfə əlinizə bir limon və ya həyatınızdakı hər hansı başqa sadə obyekti götürdüyünüzdə
özünüzdən mütləq soruşun. Mənə təqdim edilən bu qorxuducu, belə deyək, gizli üsul həqiqətən həyatımı asanlaşdırmaq üçündür? Yoxsa sadəcə bir oyundur? Yoxsa bu, sadəcə olaraq beynimin həll olunmamış tapmacaları olan zəifliyindən istifadə edən, məni öz təcrübəmdən şübhəyə salmaq üçün qurulmuş psixoloji bir oyundur. Bunu mütləq düşünün. Limon isə öz yerində. Necə deyərlər, istədiyiniz kimi sıxa bilərsiniz. Sağ olun, gələn görüşlərədək.